verərsiniz. Burada nə deyir? Bunun qaydası necə idi? F J'nin üstündə mənfi. Deməli, J'nin üstündə mənfi, içində də F'in üstündə mənfi olurdu. Burada bir qaydamız vardı. Deməli, bu olacaq J F'in üstündə mənfi X, yəni tərsi bərabərdir X plus 9 bölünsün 2 olacaq. İndi tərsdə bunlar yerlərin dəyişirdi. Yəni olurdu J tərs X plus 9 bölü 2. Bu da yerlərini dəyişirdi. Olurdu mənfi X. Üstü mənfi X tərs deməkdir. İndi J tərs 6'nı tap. Yəni bura 6 olmalıdır. Onda X neçə olanda? 3 olanda 6 olur da. Deməli sən F tərs 3'ü tapmalısan. Əla. Tapaqla görə tapa biləcək. Bunlar yerini dəyişirdi. F tərs 2x minus 1 bərabərdir X olurdu. İndi X'in yerinə nə qoysaq bölü 3 olar? 2. 4 çıx 1, 3. Deməli, bax sağı nədir? 2. Deməli, cavabı nədir? 2. Qəşəng sualdır.